Ya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. 2024-cü il dekabrın 25-də Azal təyyarəsinin Qrozny səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfindən verdiliyi iddia olunur. Demokrat AS xəbər verir ki, bu barədə Minval AZ-a anonim mənbədən məktub göndərilib. Sözügedən məktubda Rusiya Müdafiə Nazirliyi tərəfindən təyyarənin vurulması əmrinin verildiyi ilə bağlı hava hücumundan müdafiə sistemlərinin kapitanı Dmitri Sergeyeviç Palatçukun izahatı, eləcə də video və audio yazılar yer alıb. Mən kapitan Palatçuk Dmitri Sergeyeviç 274 nömrəli döyüş maşınının komandiri döyüş növbətçiliyi aparırdım. 25 dekabr saat 05:40-da hazırlıq nömrə 1 komandası verildi. Səyyar rabitə vasitəsilə bu barədə məlumat verdim. Çünki sabit rabitə vasitələri yox idi. 08:11-də radar vasitəsilə hədəf aşkar olundu və izlənməyə götürüldü. 08:13-də yenilənmiş koordinatları verdim. Daha sonra telefonda hədəfi məhv et əmri aldım. Duman səbəbindən vizual təsbit mümkün değildi. Saat 08:13:30-da operatora atəş açmaq əmri verdim. 08:13:33-də raket buraxıldı. 08:13-də hədəf vurulmadı mesajı gəldi. 08:13:48-də ikinci atış əmrini verdim. Kapitanın izahatında bildirilib. Xatırladaq ki, Azala məxsus Bakı-Qrozny aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38 həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həyatını itirib, 2 ekipaj üzvü isə sağ qalıb.